Ötən əsrin 60-cı illərində kənd ərazisində quraşdırılan yüksək gərginlikli elektrik paylayıcılarından biri. Eləcə də onun ətrafında yerləşən və bir o qədər də yaşı olan elektrik dirəkləri və elektrik naqilləri. Bütün bu qurğular artıq istismar müddətini başa vurduğundan tez-tez sıradan çıxır. Xüsusilə bir məsələni də qeyd etmək istəyirəm ki, qurğunun ətrafında heç bir qoruyucu bənd mövcud deyil və üst hissəsində naqillərin giriş-çıxış nöqtələri isə tam açıq formadadır. Hava biraz dəyişəndə isə küçə-kənd işıqsız qalır. Naqillər qırılır, dirəklər aşır. Elektrik dirəkləri çoxsu elə bil ki, istismar müddətini başa vurub. Naqillər ötürücülük qabiliyyətini itirib. Çox yerdə qırılır. Yüngül bir külək olan kimi qırılmalar baş verir. Bizdə burada transformatorda ayrıcı zad yoxdur, heç nə yoxdur. Sən gelirik ora, gec gəlib bərpa edirlər. Sonra çox çətinliklər çəkir. Naqillərin ötürücülük qabiliyyəti o qədər zəifdir ki, adicə biz fen işlədə bilmirik evdə. Həyətdə tok qırılıb, düşüb, qoyunları da tok məhv edib. Elə özümüz oradan çəkirik, bağlayırıq, qırılıb tokdur. İşıq selləri, işıq sistemləri hərəsində bir qənət, iki qənət qalıb. Kənddəki paylayıcı və ötürücü qurğular da tam işləmir. Naqillər qırılıb yerə düşsə də ümumi şəbəkədən ayrılmır. Bax, gördüyünüz bu arxadakı kabel xətləri deyək, qırılıb düşüb yola. Gecəlikən biz hər yerə məlumat verdik ki, axı səhər uşaqlar buradan məktəbə gedir. Çox təhlükəli. Transformatorun ayrıcısı olmadığına görə biz də sakin kimi heç bir köməklik eləyə bilmirik. Biz gözləyirik ki, Azərişıqdan nümayəndə gəlsin, ümumi şəbəkədən bunu ayırsınlar. Kanal liniyadan gələn transformatora daxil 10 minliklə daxil olanın heç açarı da yoxdur, çəkimsiz yəni orada. Bir evdə bir yanğın olsa, bir şey olsa, burada keçirdə bunu söndürməyə bir imkan yoxdur. Sakinlərin öz təşəbbüsü ilə quraşdırdıqları dirəklər də problemi həll etmir. Qırılıb düşür, ora cibimizin vəsaiti ilə naqil alıb çəkirik. Dirəklər qırılır yenə həmçinin. Alıb dirək qoyuruq ora. Bir sözlə bərbad haldadır da, kəndimizdə işıqlar hamısı bərbad haldadır. Məsələ ilə bağlı aidiyyəti qurumla, Azərişıqla əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda eyni vəziyyətin yaşandığı Ucarın digər kəndlərində şəbəkələr yenilənir. Həmin ərazilərdə işlər tamamlandıqdan sonra növbə küçə-kəndə keçəcək. Vahid Fəxri, Şahnun Qasımova, ASTV xəbər.